...1942-ci il yanvarın 10-da Xocasən kəndində anadan olmuşam. Hacı Həsən deyirdi vaxtı ikən, sonra oldu Xocasən, təzə pirə piyada gedirdi namaz qılmağa. Qədimi kişilər bizim kəndə imam kəndi deyirlər. Biz artıq 90-cı ildən Xocasən qəsəbəsində eysanı yığışdırmışıq. Evdə valideynlərə hörmətlə yanaşır. Valideynlər heç vaxt balaların pisliğini istəməz. Bizim qəsəbəmizdə, kəndimizdə 5 ovdan olub. İndi hal-hazırda ikisi qalıb. O evə ki, qonaq gəlmirsə, demək orada heç vaxt uzun olmayacaq. Bunu bir dəfəli bilmək lazım. Bismillahirrahmanirrahim. Mən Məmmədov Ağayar Məmmədəlioğlu 1942-ci il yanvarın 10-da Xocasən kəndində anadan olmuşam. Mənim atam da Xocasənlidir, anam da. Qardaşım da Xocasanda anadan olub və 1-ci Qarabağ müharibəsində şəhid olub. Biz 5 qardaş, 2 bacı olmuşuq. İndi hal-hazırda bacı və qardaşlarım rəhmətə gedib, bir daha mən qalmışam. Murad müəllim, siz zəhmət çəkib, Xızıdan bura Xocasənə gəlmişsiniz. Mən sizə minnətdarlıq edirəm. Çox sağ olun ki, siz sahib biz Xocasən kəndini gəlmişsiniz. Biz bütün Xocasən cəmaati adından bir rəsmi ağsaqqalı olaraq sizə öz minnətdarlığımı bildirirəm və sizə uğurlar arzulayıram. Bizim kəndimizin adı Hacı Həsən deyirdi vaxtı ikən, sonra oldu Xocasən. Rus dövründə Şura hökuməti Qacıqasan deyirdi. Bizim ən yaxın münasibətlərimiz qonşu kəndlərlə, məsələn, Hökməli, Qobi, Xırdalan və Biləcəri ilə olub. Bu kəndlərlə biz daim piyada gedib gəlmişik. Bir-birinə qohumluq əlaqələri də çox olub. Bizim cəmaat Qobuda da yaşayır, Hökməlidə də, Xırdalanda da və Biləcəridə də. Və uzaq kəndlərdən Nardalanda da yaşayanlar çoxdur. Qohumluq əlaqələr Binəqətdə də var. Bunlar hamısı biraz, necə deyərlər, qədmidə marşrutun olmamağı, maşınların olmamağı, indi artıq inkişaf eləyib. Hər şey, maşınlar var, marşrutlar var, əlaqələr daha da güclənir. Mənim heç yadımdan çıxmaz ki, mənim şəxsən doğmaca atam, Məmmədəli kişi, Kəlmədiyarın oğlu Məmmədəli kişi təzə pirə piyada gedirdi namaz qılmağa. Yolda o vaxtı az idi maşın, az da olsa o sürücülər bilirdi ki, bu namaza gedir. Saxlayırlar ki, ay əmi gəl otur da, deyirdi xeyr, mən namaza görə gedirəm, odur ki, piyada getməliyəm. O buradan Bakıya və bir də Biləcəri Qobli Axund vardı, onun da yanına gedirdi. Tez-tez, həmişə də piyada gedib gəlirdi. Xoşlamırdı maşınlara minməyə. Gedirdi namazını qılıb, itaatini eləyib, çıxıb gəlirdi. Sonra son dövrlərdə özü ilə dəstə yığmışdı. Xocasandan ağsaqqallar, Əlbək kişi, Əhməd kişi, bunlar gedirdilər onu ilə, Dostalı kişi, rəhmətliklər, Allah rəhmət, onlar rəhmət hamısı gedib. Onlar da atama qoşulub çoxu gedirdilər təzə pirə. Atam rəhmətə gedəndə bütün kəndlərdən ağsaqqallar gəlib ona başsağlıq verib gediblər. Xırdalanda ağa vardı, onun nəvələri var. Çox savarlı insan idi ağa. Onlar gəlib gedirdi. Çox münasibət. Özü bizim kəndimizə vaxtı ikən imam kəndi deyirdilər. İmam kəndi, yəni ki, Allahı sevən kənd. Allahı çox sevən. Bu ara kəndlərdə soruşanda qədimi kişilər bizim kəndə imam kəndi deyirlər. Bizim kənd həqiqətən də Allaha, dinə çox böyük hörmətlə yanaşıblar. Çox böyük. Mən çox vaxtı bu xəbərlərə, televizora çox meyilli adamam. Əsasən də xəbərlərə. O xəbərlərdə göstərirlər ki, məsələn, bu ailədə bir dəfər bir pis yola gedib, bütün nəsli onlar başlayırlar pisləməyə. Xeyr, elə deyil. Xahiş edərdim ki, elə həmin adam pisləsinlər. Bütün qəsəbəni yox, kəndi yox, el-obanı yox, nəsli yox. Onlar ayrılmalıdır ki, hər yerdə
Yaxşısı da var, pisi de var. Bax, gördünüz ki, ikinci Vətən müharibəsində cəmaatımız necə ürəklə getdi. Amma qabaq deyirlər ki, müharibə olsa heç kəs getməyəcək. Amma necə də ürəklə gedib 44 günlük müharibədə Allah canın sağ olsun cənab prezidentimizin başçılığı ilə qələbə çaldıq. Dəmir yumruq özünü göstərdi, necə lazımdır və gələcəkdə də göstərəcək. Mən buna ümidvaram. Bizim qəsəbədə adət-ənənələr çox şey qalıb. Məsələn, indi dəb çıxıb ki, ehsan verilməsin. Biz artıq 90-cı ildən Xocasən qəsəbəsində ehsanı yığışdırmışıq. Məsələn, qabır qazmaq, qabırı tikmək, ora daş tökmək, bunlar hamısı bizdə pulsuzdur. Mollanın gəlib iştirak eləmək, bunlar hamısı pulsuzdur. Molla elə bil ki, dədəmizə borcu var. Gəlib elə dayanıb durur ki, mən gəlmişəm. Bunlar hamısı müsbətdir. Bu ənənədir. Bu ənənə qalıb. Biz bunu qoruyub saxlayırıq. Bizdə artıq mollaya pul vermək nədir? Mollalar gəlib 3 günü məcburi yola verirlər. Biz ondan xahiş edirik ki, məsələn, Bakı cəmaati cümə axşamı deyir, rayon cəmaati adına deyirlər. Cümə axşamlarda da gəl filan elə. Onda biz mollaya hörmət edirik. Yoxsa qalan vaxtlarda hamısı bir adam kimi, bir kənd cəmaat kimi borcudur və gəlib iştirak edəcəklər, edirlər də. Ailədə başçı olmalıdır. Qocalar, başçılar olmasa o ailə dağılacaq. Böyüklərə hörmət olmasa orada heç vaxt irəliləyiş ola bilməz. Lap belə bir ailəni götürmür, müəssisəni götürmür. O müəssisədə bir-birinə hörmət yoxdursa, o müəssisədən müəssisə ola bilməz. Ona görə də mənim tövsiyəm odur ki, evdə valideynlərə hörmətlə yanaşın. Valideynlər heç vaxt balaların pisliğini istəməz. O valideynlərə hansı evdə, ailədə hörmət varsa, orada irəliləyiş var. Harda ata-anaya hörmət varsa, orada həmişə çörək var. Ona görə də mən xahiş edərdim gənclərdən, öz valideynləri sevsinlər, onlara hörmətlə yanaşsınlar. Onsuz da hamımız ölüb gedəcək, valideynlər də gedəcək. Gələcəkdə o gənclər olacaq valideyn. Bax, onu qoruyub saxlamaq lazımdır. Vaxtı ikən bizim kəndimizdə mən qeyd edim ki, heyvandarlıq və əkinçilik olub. Su da ki, burada olmayıb. Allah rəhmə Hacı İlham Tağıyevin vaxtından qabaq da danışıram ki, o vaxtlarda su olmayıb. Su, ovdanlar vasitəsilə istifadə etmişik. Ovdan nə deməkdir? Yəni, su ambarları. Bizim qəsəbəmizdə, kəndimizdə 5 ovdan olub. İndi hal-hazırda ikisi qalıb. İkisindən istifadə etmək olar. Orada hətta toy etmək olar və bir neçə dəfə toy edilib. Çox belə gözəldir, yaraşıqlıdır, qəşəngdir. Bunun neçə dəfə ovdanlarımızı çəkib göstəriblər də. Mən fəxr edirəm ki, bizim kəndimizdə ikisi qalıb. Və o cəmaat hamı çalışır ki, onu qorusun və qorumalıyıq da. Qədimi abidələri, tarixi işləri həmişə qorumaq lazımdır. Və ona görə də tariximizi unutmayaq. Unutmamaqdan ötürü o şeyləri qoruyub saxlamaq lazımdır. Yemək söhbətinə gələndə, Xocasəndə biz adət-ənənə, necə deyərlər, südlü pilo. Yəni ki, turşu qoğurma başqa şeydir, südlü pilo başqa şeydir. Yəni kişmişlə, qayısıyla, balıqla pişirən yeməkdir. Və burada bozbaş pişirən bizim toylarımızda ancaq bu nədir, bozbaş olmalıdır, bir də qoğurma. Bu iki şey böyük bir ənənə alıb. Bakı kətlərdə deyirlər, güzdək küftəsi çox gözəl olur. Heç də Xocasan küftəsi də onlardan geri qalmır. Bu Abşeronda ümumiyyətlə bu bozbaşa böyük qiymət verirlər və bunu qoymurlar bu ənənə dağılsın. Bunu qoruyub saxlayırlar. Həm də bacarırlar bunu pişirməkdə. Buna da mütəxəssis lazımdır. Bəli, köhnə sənətkarlardan gənclər də öyrənir və onların əli ilə iştirak edirlər. Bilirsən, əlbəttə ki, hər bir kətdə o zarafat edən insanlar da olub, xatirələrin istəyən adamlar da olub.
Məsələn elə sizin əmmin oğlunun Müzəffərin atası Qəzənfər əmim hərbiçi olub, rəhmətə də gedib Çexoslovakiyada 45-ci ildən sonra o gəlib qonşuda kişini görəndə deyib ki, zrasti. Pa, bu kişi əsəbləşib elə bilib ki, bunu təhqir eləyir. Deyib belə gülüm zrasti. Bu Kəlbədyan zrasti. Onun nəsilini təhqir eləyir. O qədər bunu həmişə biz xatırlayırdıq ki, əmim Rus dilini öyrənib, Rusiyyətdə olub hərbiçi özdə, zrasti deyib. Bu zrasti sözünü sonra çox gənclər də çox vaxt bir əskəridə gələndən sonra özləri də istifadə edirlər. Amma artıq başa düşürdük zrasti, yəni salam deməkdir. Onlar, o qocalar bilməyib, o qədər başlayıb onu əsəbləşməyə ki, sənin bobon zrasti, əmin zrasti, aton zrasti. Belə şeylər, xatirələr var. Çox şeylər var ki, məsələn, zarafat eləyiblər. Amma mən onların çoxunu adını çəkmək istəmirəm. Məsələn, nəsli ola bilər, inciyə bilərlər, falan eləyə bilərlər. Ona görə də onları xatırlamaq istəməzdim. Toylar olurdu. Toyda onu bilin ki, sərpayı olmalıdır. Sərpayı da ki, yəni əlində bir ağac, kim şuluqluq salsa, onu necə derlə vururdu, necə lazımdır vururdu. Heç kəsə incimirdi. Məsələn, bizim toylar çox gözəl keçib. Allah rəhmət etsin, Əlyağa Vahid gəlirdi toyun axırında, bir-iki dana meyxana deyirdi, uşaqlar yığılırdı başına, sonra o yığılan pulları da atırdı o uşaqlar üçün. Uşaqlar biz sevinə-sevinə o pulları yığırdılar, Əlyağanı da alqışlarla yola salırdıq. Allah ona rəhmət eləsin, bizim qonşu kəndimiz Masazırdan olub, həmişə bizi ilə çox yaxşı ünsiyyəti olub, münasibəti olub. Mən ona Allah rəhmət eləsin deyirəm, onun qohum qardaşı, bizim kəndçilərlə dostluq eləyib. Molla Rustamın oğlu ilə Sonbala kişi ilə, mənim bibim oğlu Əzzağa rəhmətli ilə, bunlarla yaxın olub, çox dost olub, ona görə də gəlib iştirak edib. Bilirsən, bu əlaqələr bir-birinə tanışlıqla əmələ gəlir. Tanışı varsa o adamlar gəlirlər, tanışı yoxsa kim gələcək? Ona görə dostluğu, tanışlığı, qohumluğu kəsməmək lazımdır. Onlardan istifadə etmək lazımdır. Kəsiləndə bütün qohumluq kəsilir və urzu bərəkət də kəsilir. Onu da bilin. Məsələn, deyir ki, qonaq gələk, deyir ki, necə yanı gələk? Gəlməklə, gəlməlisən, gəl, ürəklə qarşına. Allah Taala deyir ki, qonaq özü gəlmədən qabaqca onun urzusunu göndərəcək sənin üçün. Allaha and olsun, mən ürəyim açılır ki, bizim evə 5-6 da qonaq gəlsin. Elə ki, qohum əqrəbə yığılır, elə bir mənə dünyanı verirlər. Özüm də oturum başdan, bu qonaqları qarşılayım. İnan ürəyim gedir ondan ötürü. O evdə ki, qonaq varsa, demək urzu da var. O evə ki, qonaq gəlmirsə, demək orada heç vaxt urzu da olmayacaq. Bunu bir dəfəli bilmək lazım. Yəni ki, ənənəni qoruyub saxlamaq, qonaq-qalanı qarşılamaq lazımdır. Elə bir özün oturub durmaqla iş olmaz. Ona görə hamı ilə ictimaiyyəti arasında mehribançılıq yaradır, dostluq yaradır bu işlər. Toylarımızda gəlib görəsən, inanmazsan, qonaq gəlirsə, elə bil ki, bunun atası gəlib, əmisi gəlib. Onu ən gözəl yerdə oturmaq, ən gözəl yeməkləri ona verməliyik. Bu elə bil ki, qanımızdadır bizim artıq. Artıq bu bizim qanımızı işləyib. Necə yəni, qonaq gəlibsə, biz onu qarşılamayaq. Bu nə deməkdir? Bu təhqir deməkdir. Bunu bir dəfəli bilmək lazımdır. Bax, siz bu günləri gələndə gördünüz ki, mənim yanımda olan bütün yoldaşlar hamısı sizi necə qarşıladılar. Bu çox sevindirici haldır. Bir də var, çox vaxtı studiya deyəndə, televiziya deyəndə ne demək studiyanı? Xeyr, studiyanın ictimaiyyətə böyük köməyi var, böyük köməyi var. Bütün həyat o televiziyadan əmələ gəlir. İndi daha yox, qədim dövr deyil. İndi artıq texnika, elm dövrüdür. Ona görə biz həmişə belə şeylər irəliləyiş olmaq lazımdır. Çox sağ olun. Məsələn, yadınıza salın 1918-ci ili, 15-ci illəri. Burada ermənilər bizim başımıza nələr gətirib.
Türk ordusu, Allah onlara, qardaş Türkiyə can sağlığı versin. Görürsünüz ki, Türk ordusu Şivandağ deyilən tərəfdən gəlib Bakıya, burada həlak olanlar da var. Biz onların qəbrini çox gözəl qoruyuruq, saxlayırıq, bizdə var. Allah belə çəkiliş də apara bilərsiniz, arxayıncasına. Çünki bizdə axunlarımız da olub. Axunlarımız Sovet dövrü qoymayıb ki, burada qalmağa. Onlar məcbur olublar, qaçıb kətdən, qıraqda yaşamağa. Amma indiki dövrdə Allah'a bin şükür, görürsünüz ki, Cənab İlham Əliyev dedi ki, qoy Şuşada meçidin səsi gəlsin. Bu böyük, sevindirici haldır. İslam ölkəsidir bizim ölkəmiz. Ona görə də bizdə axundlarımıza da, mollalarımıza da, din adamlarına da həmişə böyük hörmət var və olub olacaq da. Siz doğrudan da gəldiniz, çox zəhmət çəkdiniz, bu çəkilişi yapardınız. Vallahi sizin bu televiziya stüdyoza minnətdarlıq edirəm ki, siz gəlib belə şeylər çəkib göstərirsiniz. Bu gənclərə böyük nümunədir. Gənclər bilməlidir ki, öz kəndinin ağsaqqallarını, onların dini ənənələrini, onlarda olan köhnə adət və ənənələri qoruyub saxlasınlar. Bəli, bunlar hamısı vacib işlərdir. Zəhməti unutmaq olmaz. Odur ki, sizin yoldaşlarınıza, dostlarıma, gələn köməkçilərə də minnətdarlıq eləyirəm və uzun ömür, can sağlığı. Qoy sizin sənətiniz, stüdyonuz daimi olsun, bir günlük olmasın, daimi olsun. Və sizə alqışlar.